Sizlərə şəhərin tam mərkəzində 28 may metrosunun yaxınlığında ümumi sahəsi 285 kvadrat olan bu gözəl mənzilimizi təqdim edəcəm dəyərli izləyicilər. Mənzilimiz 7 otaqdan ibarətdir. Bura mənzilimizin zal hissəsidir. Gördüyünüz kimi mənzilimizin divarlarından, yumuşaq mebellərindən və twist tentindən tutmuş, rənglər necə gözəl, bir-birinə göz oxşayan dizaynla keçid edilmişdir və əlbəttə ki, keçək mənzilimizin ümumi təqdimatına. Bura bizim hol hissəmizdir. Zəhmət olmasa hol hissəmizi genişliyini götürək. Və bura bizim qapı hissəmizdir. Çöldən içəriyə daxil olduqda ilk öncə bizim mətbəximiz bizi qarşılayır. Mətbəx hissəmizin özünə məxsus ada hissəsi və mətbəximiz bütün elektronikalarla təchiz olunmuşdur və bizim avadanlıqlarımız Smek firmasına aiddir. Əlbəttə ki, siz bu firmanı zaten bilirsiniz. Bu mənzili təriflə bitməz. Şəxsi istifadə üçün təmin olunmuşdur. Tam yüksək keyfiyyətli mebellərdən istifadə olunub. Bura bizim qonaq üçün ayrılmış yataq otağı hissəmizdir. Buranın özünə məxsus hamam otağı və qardırop hissəsi mövcuddur. Koridorun tam giriş hissəsində isə bizi belə genişlikdə çamaşırxana hissəmiz. Ümumi hamam otağımız və gəlin. Bura daxil olduqda isə bizi burada belə 3 ayrı-ayrılıqda yataq otağı qarşılayır. Hər biri uşaq otağı üçün düşünülmüşdür. Hər birinin özünə məxsus vitraj pəncərələri və balkona çıxışı mövcuddur. Və bu 3 otağımızın da üçünün özünə məxsus ümumi hamam otağı da mövcuddur. Keçid edək digər uşaq otağımıza və bura bizim qızımız üçün düşünülmüş uşaq otağımızdır. Əlbəttə ki, oğlanlardan fərqlənməlidir məncə qız uşaqlarımız hər zaman. Bura isə geniş böyüklərimiz üçün yataq otaq hissəmiz. Və burada ən çox sevdiyim yataq otaq hissəsindən buradan qardiroba giriş edirik və tam da qardirobdan bizim hamam otağımıza. Geniş ailələrim, siz də belə bir gözəl mənzildə yaşamaq istəyirsinizsə, mənimlə əlaqə saxlamağı unutmayın.